Bir qağa, sen düz değilsin ama elə deyil. Siz düz değilsiniz ama elə deyil. Yolda gedirsən bir avtoqəza baş verir. Birinin hardasa bir 30-40 min manatlıq avtomobilini vurub əzirsən. Səni vurub öldürmür, elə deyil. Amma ona bir, o anda uzaq olsun. Ana söyüşsən, səni dərhal orada güllələyər. Söyüşün mahiyyəti, fəlsəfəsi budur. Mən də deyirəm ki, söysə güllələyəcək. Mən demirəm ki, güllələyəcək. Deyirəm, bunu adiləşdirməli ki, öldürməsin. O fikrimi tamamlayayım icazənizlə və bildirirsiniz ki, söyüşü hüquqda sanksiyalaşdırmaq olmaz. Qardaş, olmaz demədim, etməməliyik dedim. O başqa şeylərdir. Üzr istəyirəm, Azərbaycan Cinayət Məcəlləsində təhqir, 107 qıssası, böhtan və təhqir, ikisi də var. İndi söyüşün özü nədir? Söyüşün ümumiyyətlə mahiyyəti. Təhqirdir də birbaşa. Siz hüquqşünassınız. Bütün söyüşlər təhqir deyil.